Bismillahi və billah və bizikri vəliyillah. Allahumma accilli veliyyikel fərəc. Esselamu aleyki ya Fatimətə Zəhra, salamullahi aleyha. Əziz Zəhra TV eşidənlər, hədis bilən olmaq bir işdir, hədisi başa düşmək isə digər bir işdir. Bu söhbətdə edəcəyim mövzu haqqında sizdən çoxlu diqqət etməyinizi xahiş edirəm. Rəvayət eləyən çoxdur, hədis deyən çoxdur, lakin dirayəti olan, yəni hədisi anlayan azdır. Heç vaxt bilmək, başa düşmək olmayıb, sayılmaz. Bilmək, başa düşməyin müqəddiməsidir. İnsanlar var, bilmirlər və bilmirlər ki də bilmirlər. Bu söz başa düşməmək mənasındadır. Lakin insanlar var, bilirlər və bilirlər ki, bilirlər. Bu həmin dərk və başa düşmə mənasında anlaşılır. Bəs dində bizdən tələb olunan dirayətdir, anlayış, başa düşmək. Allah da bizə əmr edilir ki, liyətəfəqqəhu fid-din, dində fəqih olun. Yəni dində düzgün anlayışa sahib olun. Hədislərin daşıdığı mənaları öyrənmək xüsusi önəm daşıyır. İmam Sadiq əleyhissalatu vesselam buyurur: siz bizim niyyət və məqsədimizi sözlərimizdən anladığınız zaman əhkam və şəriət ədəb-ərkanından xəbərdar olan bir cəmaat olacaqsınız. Belə ki, bizim kəlamlarımızın bir neçə mənası və məfhumu var. Bəs önəmli olan Əhl-i Beyt əleyhissalamın kəlamlarını anlamaq, dərk etmək və başa düşməkdir. İmam Sadiq əleyhissalatu vesselam buyurur, hansı ki bu hədis bizim hamımızın qulağında sırğı olmalıdır və hamımıza vacib lazımdır. İmam Sadiq əleyhissalam buyurur, atam İmam Baqir əleyhissalam mənə belə buyurdu: ey oğlum, hər bir şiənin məqamını onun nəql etdiyi hədislərdən və bu hədisləri hansı həddə anlamağından tanı. Yəni şiələrin məqamını, hədislərimizi necə başa düşürlər, o ilə tanı. Haşiyə olaraq deyim, əgər biz heç hədis oxumuruqsa, artıq burada bizdən söhbət gedə bilməz. Belə ki, mərifət elə həmin hədisləri anlamaqdan ibarətdir. Möminin imanının ən yüksək dərəcələrinə çatması bizim hədisləri dərk etməsindən asılıdır. Görürsünüz, möminin uca məqama yetişməsinin meyarı bizim hədisləri düzgün və mükəmməl formada başa düşməsindən asılıdır. Hədisləri İmam buyurur ki, mən Əli əleyhissalamın kitabında bu cümlələri görmüşəm. Hər şəxsin qiyməti və məqamı onun dərrakəsi və düşüncəsi qədərdir. Yenə İmam Sadiq əleyhissalatu vesselam buyurur, bu hədisləri müqəddimə olaraq deyirəm. Bir hədisi tam doğru anlamağınız 1000 hədisi başqalarına danışmaqdan daha xeyirlidir. Sizlərdən heç kim bizim sözlərimizin cürbəcür məfhumlarını anlamadan şəriət hökmlərində alim ola bilməz. Sözsüz ki, söylədiyimiz hər bir cümlə 70 cür məna daşıyır. Görürsünüz, imamın sözü Quranın sözü kimidir. 70 cür məna daşıyır və bütün bu mənalardan çıxış etmək imkanı bizim üzümüzə açıqdır. Bu hədislər mərhum Şeyx Səduqun Məaniyul Əxbar kitabının lap əvvəllərindədir. Çox güman bu barədə məlumat sahibisiz və araşdırıb oxuyursunuz. Ruhla cism arasında uyğunluq olmalıdır. Möhtərəm əzizlər, mövzunu buradan başlayıram. Ruhla cism arasında uyğunluq olmalıdır. Bu uyğunluq qəlbinə görədir. Nəinki ruhla cism bərabərdir. Yəni, ruhla cism arasında uyğunluq olmalıdır ki, ona məsələn, heyvan ruhu insan bədənində qərar tuta bilməz, insan ruhu da heyvan bədənində qərar tuta bilməz. Çünki qəlbinə uyğun deyil. Onun ruhu o bədənə uyğun deyil və ya heyvanın ruhu insan bədəninə uyğun deyil. Bəs ruhla cism arasında uyğunluq olmalıdır. Yəni, ruh dəyər və qiymət cövhəridir. Allah insana ruhu üfürəndən sonra deyir, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي أَحْسَنِ təqvim. Biz insanı ən gözəl ölçü biçimdə xəlq elədik. Ruh daxil olandan sonra Allah bu ifadəni işlədib. Bəs ruhla cism arasında uyğunluq olmalıdır. Qanunu qəlibə görədir. Yəni, insan ruhu heyvan bədənində qərar tuta bilməz. Heyvanın bədənindəki ruh da onun cisminə uyğundur. Ruh əvvəldən xəlq olunsa da, əziz eşidənlər, ona uyğun bədən düzələndən sonra üfürülür o bədənə. Ona uyğun bədən düzəlir, sonra o ona üfürülür. Cümlələrin xülasəsi budur ki, bədən yox, ruh dəyər sahibidir. Bədən xeyr. Ruh dəyər sahibidir. Bədən bir gün sıradan çıxacaq, lakin ruh qalacaq. 2. Ruh
bədənə uyğun olmalıdır. Yəni, insan ruhu insan bədənində qərar tuta bilər. 3. Bədən ruhun özəlliklərinin aşkar olmasına xidmət edir. Diqqət edin bu cümləyə. Bədən ruhun özəlliklərinin aşkar olmasına qulluq edir. Gərək elə bir işlər görsün ki, bədən ruh öz özəlliyi və gözəlliklərini aşkar edə bilsin. Yəni, bədən haramlardan arınmalıdır ki, ruh qol-budaq açıb inkişaf eləsin. 4. Ruh bədənin xüsusiyyətlərinə uyğunlaşa bilir. Bu da ki, 3-cü bəndin daha açıqlamasıdır ki, bunu pis tərəfə də istifadə edə bilər insan, yaxşı tərəfə də istifadə edə bilər. Cümlə necə idi? Ruh bədənin xüsusiyyətlərinə uyğunlaşır. Yəni, bir bədən Əbu Sufyan və Hinddən düzəlibsə, ruh da həmin Muaviyyəyə uyğunlaşacaq. Əgər bir bədəni almısan Əbu Sufyan və, indi dildə Əbu Sufyandır da, həqiqətdə bilinmir kimdə atası, əgər bədəni bu iki nəfərdən almısansa, bu bədəndən bir Muaviyyə ortalığa çıxıbsa, onun ruhu da o bədənə uyğunlaşmalıdır. Əlbəttə, bu ruhun düzəlməsi mümkündür. Bu demək deyil ki, bu ruh düzələ bilməz, amma təbəiyyət getməlidir. Yəni, bədəndə dəyişiklik getsə, ruh dəyişilib ən yaxşı məqamlara çata bilər. Məsələn, filankəsin oğlu 2 yaşından Əli Rəsəlamın yanında böyüyüb. Əli Rəsəlam böyüdü bu filankəsin oğlunu. Əli Rəsəlam evində onun vücudunda təbəiyyət gedib. Fiqh kitablarına müraciət edin. Məsələn, Yəhudi övladı, Xristiyan övladı müsəlmanın evində böyüsə, təbəiyyət gedir və şəriətlə pak hökmü daşıyır və böyüyəndə də öz küfrünü iqrar etməsə müsəlman sayılır. İndi bu uşaq Əli Rəsəlamın evində cismə xidmət, halal yeməklərlə və xüsusi tərbiyələrlə o həddə çatır ki, elə bir təbəiyyət gedir ki, İmam Əli Rəsəlam buyurur, Muhammed xoş xasiyyətli, təqvalı, güclü qılınc çalan və müdafiəçi dayaq olan bir övlad idi. Baxın, hara çatıb. İmamımız buyurur, o mənim dostum idi, onu öz övladım kimi böyütmüşdüm. Burada təbəiyyət başı, baxmayar ki, bədən lazım olunmayan bir yerdən, çirkab bir yerdən yığılıb, lakin təbəiyyətin getməsi nəticəsində böyük bir şəxsiyyətə çevrilir. Bəs, bədən həm ruhun ucalmasına, həm də alçalmasına xidmət edə bilər. Bədəndə bu xüsusiyyət var. Mövzunu buna çəkmək istəyirəm ki, burada 2 şey var. 1. Bədən necə alınıb? Bədən necə ələ gəlib? Bədən necə yığılıb? Hansı ki, necə alınmasından asılı olmayaraq, həmin bədənin ruhu yaxşı da ola bilər, pis də ola bilər. Pis bədəndən bir yaxşı ruh sahibi nəticədə düzələ bilər. Yaxşı bədəndən də bir pis ruh ola bilər, sonradan bədənə xidmətlərinin nəticəsində ola bilər. 2. Təam, insanın yediyi yeməklər. Təamı bədən qəbul edir. Lakin o təamdan ruh qidalanır. Qidanı ruh götürür. İtirilmiş ismət budur ki, insan pak insanlardan pak yolla dünyaya gələ bilər. Yəni, bədəni halal yolla ələ gəlmiş ola bilər. Lakin haram təamların vasitəsilə həmin bədənin ruhu çirklənə bilər. Buna da, məsələn, Cəfər Kəzzabı misal çəkmək olar. O cürlə müqəddəs şəxsiyyətin övladıdır. Amma onun tarixindəki oxuyanlar, məlum olan siz möhtərəmlər də bilirsiniz ki, o haramlara düşmüş bir insan olub və nəticədə o haram onun vücudunu, ruhunu da dəyişib. Və hətta heyvandan da aşağı düşə bilir insan. Əziz eşidənlər, bütün danışdıqlarımın xülasəsi budur. Pak və ya müqəddəs ruha sahib olmağın 2 şərti var. 1. Halal, pak, təmiz qidalanma, mədəsinə haram düşənin ruhu pak ola bilməz. Ta o paklıq, o murdarlıq aradan getməyənə qədər. 2. Alınma bədənin, yəni nütfənin pak olması. Paklığa, ucalığa çatmanın 2 şərti budur. Təam, bir də o nütfənin özünün pak yolundan ələ gəlməsi, halalzadə olması. Nütfə özü də nədən formalaşır? İnsanın yediyi, içdiyi şeylərdən. Mövzunun kökündə 2 söz var. Nütfə və qida. Diqqətli olaq burasında. Yəni, insanın yaxçı və ya pis formalaşmasında 2 nöqtə var. 2 amil var, belə deyək. 2 amil var. 1. Nütfə, bir də o bədənin qidalanması. Yəni, əgər mənim yaxçı bir şəxsiyyət olmağım əgər özümdən gözləyirəmsə, 2 şey var. 1. Mənim ərsəyə gəlmiş bədənimdə olan nöqtə, yəni mərkəzi məsələ nütfədir. Bir də qidalanma. Ki, necə qidalanıb, hansı
təamlardan istifadə edib. İkisi də bir-birinə şiddətli bağlıdır bunların. İndi bunu bilməliyik ki, Həzrəti Fatimənin bədəni salamullahi aleyh hardan alınıb? Xanım Zəhra salamullahi aleyhanın bədəni hardan ələ gəlib? Hansı qidalardan ələ çatıb? Bax, budur mövzu. Bu bizim xanım Fatimə Zəhra salamullahi aleyhanı daha şiddətli tanımağımıza çox böyük kömək olacaq. Burada bütün fikirlər artıq yönəlir Həzrəti Peyğəmbərə. Niyə? Çünki onun vücudunun üsarəsi Peyğəmbərdə axı. Peyğəmbərin yediyi qidalar, Peyğəmbərin özünün nütfəsi və ondan formalaşır xanım Fatimə Zəhra salamullahi aleyha. Bu kişinin vücudu zatənən müqəddəs vücuddur. Yəni fövqəl bəşərdir. Bütün insanların, bütün müqəddəslərin ən önündə və ən üstündə qərar tutmuş insandır. Hətta bu kişinin yediyi yeməklər də müqəddəs nahiyədəndir. Bu barədə hədisimiz var, bəli. Peyğəmbər buyurur. İnni ləəstu kəəhədikum. Mən sizin heç biriniz kimi deyiləm. İnni əbitu indəllah. Mən Allah yanında gecəliyirəm. Yut'imuni və yuskini. Allah məni yedizdirir və Allah məni içizdirir. Siz təsəvvür edin, Allah yanında olan təamlar necə təamlardır görəsən? Allah yanında olan içməlilər necə içməlilərdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlarla qidalanır. İlk ağla bu gəlir ki, Allahın yedizdirdiyi, içitdiyi şəxsin belindən dünyaya gələn şəxs necə bir olacaq ki? İlk ağla gələn budur. Lakin beyinləri də darmadağın eləyən də elə budur. Niyə? Xanım Fatimənin dünyaya gələcəyi nütfə bu kişinin müqəddəs vücudunda formalaşsa da, lakin hər gecə Allah yanında yeyib içdiyi qidalardan deyil. Xanım Zəhra salamullahi aleyhanın vücudunun cövhəri. İndi siz gedən proseslərə diqqət eləyin. Dərk olunmaz məqamlar başlayır. Və ma utitum minəl elmi illa qalilən. Sizə əta olunmuş elm çox azdır. Hədisi, ayəsi bizə biraz kömək eləyir ki, bəli, doğrudan da mənim dərk etmə qüvvəm yoxdur, amma bu fövqəladə şəxsiyyət tanınmaz biridir. Allah Peyğəmbəri 40 gün bütün insanlardan, hətta Həzrəti Xədicədən ayırır. Sadə bir insanı yox, ən müqəddəs insanı ayırır. Bu 40 gün hazırlıq günləridir. Anlamaq mümkündür. Ən uca zirvədə dayanmış şəxs nəyə hazırlanır? Bu 40 gün ərzində heç kimlə görüşə bilməz. Peyğəmbər ayırır onu. Heç bir insanın bu 40 gün ərzində Peyğəmbərə təması və nəfəsi dəyməməlidir. Təsəvvür edirsiniz? Bir hədisi yada salın, bu mövzu ilə əlaqəsi var. Peyğəmbər buyururdu ki, mən 70 dəfə istiğfar edirəm. Deyirlər, ya Rəsulullah, axı sən günah etmirsən. Sənin heç bir günahın yoxdur. Sən niyə ilk gündə 70 dəfə istiğfar edirsən? Peyğəmbər sallallahu aleyhi və səlləm buyururdu ki, mən gündə münafiqlərlə, kafirlərlə, müşriklərlə üz-üzə gəlirəm. Onların nəfəsi dəyir mənə. Ona görə mən gündə 70 dəfə istiğfar eləyirəm. 70 dəfə tövbə eləyirəm. Bəs bu 40 gün ərzində heç kimlə təmas olmamalıdır. Niyə? Çünki Fatimə Zəhra sallallahu aleyhi dünyaya gələcək. Buna hazırlaşır. Bu 40 gün içində yalnız ibadət edəcək, gündüzlər oruc olacaq. 40 gün tamamlanır. Həzrəti Cəbrail əleyhissalam gəlir, Peyğəmbəri qaldırır meyraca. Birinci təbəqə, ikinci təbəqə, üçüncü təbəqə, dördüncü təbəqədə Həzrəti İbrahim əleyhissalatu vəssalamı görür Peyğəmbər. Burada da bir nöqtə var. 6-cı təbəqədən oradan keçir 5-ci təbəqəyə, 5-dən keçir 6-ya, oradan daxil olur cənnətə. Burada da bir nöqtə var ki, qulluğunuza ərz edəcəyim. Gəlir çatır Tuba ağacının yanına. Hansı ki bu ağacı Allah şəxsən özü Həzrəti Peyğəmbərin cənnətdəki evində əkib. Şəxsən Allah özü suvarıb, təsnim, muin və səlsəbil bulaqları ilə bu ağacı Allah suvarıb. Bu ağacda bir meyvə var. Xanım Fatimənin dünyaya gələcək nütfəsi həmən o meyvənin içindədir. Ona görə deyirdim, o boyda Həzrəti İbrahim ruhu və cismi ilə ruhu ilə 4-cü təbəqədə qərar tutub. Həzrəti Zəhranın isə özü yox vücudunun formalaşacağı maddə 2 təbəqə yuxarıda cənnətdə qərar tutub. Əzizlər, vücudunun cövhərinin bu boyda həngaməsi var. İndi qulaq asıq, əvvələ qayıdırıq. Dedik Allah buyurur, biz insanı ən gözəl ölçü biçimdə yaratmışıq. Dedik ki, Allah bu sözü cismə görə demir, ruha görə deyir. İndi baxız, dedik cisim əsas deyil, ruh əsasdır. Dedik cisim ruhun qulluqçusudur. Dedik cisim gözəlləşməklə ruhun yolunu açır. İndi sual budur. Cismi bu cür olan, cismi bu formada olan, cisminin alınması bu qədər əzəmətli olanın ruhu hansı əzəmətdədir?
ruhu nə qədər yüksəkliklərdədir. Hal belə olduqda insanın düşdüyü dərəcələri yada salmalıyıq. İnsan düşdüyü dərəcələr baxımından 3 mərhələdən ibarətdir. Naqis insan, tam insan və kamil insan. Naqis insan kimə deyilir? O şəxs ki, nəfsinin razılaşdığı ilə razılaşıb, nəfsinin narazı olduğu şeylə narazı olur. Yəni, nəfsi xoşlayan şeyləri yerinə yetirib, nəfsinin xoşlamadığı şeylərdən çəkinən adama naqis insan deyilir. Yəni, bu insan yalnız həva və həvəsinin sevdiyi şeyi icra edir və həva və həvəsinin sevmədiyi şeyi tərk edir. Bu cür insanlara Allah Quran-ı Kərimdə müxtəlif təbirlər vurub, bəziləri üçün heyvandan aşağıdır ifadəsini işlədib. Tam insan kimə deyilir? Tam insan o insana deyilir ki, o ağlın razı qaldığı şeylə razılaşır, ağlın narazı qaldığı şeylə narazı qalır. Yəni, ağlın xoşladığını icra edir, ağlın xoşlamadığı şeyləri tərk edir. Bu cür insanlara tam insanlar deyilir. Bir də 3-cü mərtəbə var, kamil insan. Kamil insan odur ki, Allahın razı qaldığı şeyə razı qalır və Allahın narazı qaldığı şeyə narazı qalır. Bu peyğəmbərlərin məqamlarıdır. Lakin bunların arasında da məqam fərqlilikləri var. Məsələn, Həzrəti Yusif, Həzrəti Yunus, Həzrəti İbrahim, Həzrəti Musa və digər əleyhimussalamlar hamısı Allahın razı qaldığı şeyə razı qalıb, narazı qaldığı şeyə narazı qalıblar. Lakin təbəqə fərqləri var bunların arasında. Bunların heç biri bizim İslam peyğəmbərimiz kimi deyirlər. Onlar o məqama çatmayıblar o mövzuda ki, peyğəmbərimiz o məqamdadır. Məsələn, bizim peyğəmbərimizin haqqında Allah buyurur ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَا اِنْ هُوَ اِلَّا وَحْيٌ يُوحَى. Özündən heç nə demir, hər nə desə ancaq və ancaq Allahın dediyin deyir. Yəni, bu şəxs təpədən dırnağa qədər, tükündən cisminə qədər bütün mövzularda o qədər ilahiləşib ki, hərəkəti belə Allahın feili sayılır. Sözü Allahın sözü sayılır. Bu dərəcədə heç bir peyğəmbər bizim peyğəmbərimizə şərik deyil. Düzdür, məsələn, Həzrəti Musa, Həzrəti Yusif və digər peyğəmbərlər də bu məqama sahiblər. Amma nisbət fərqi ilə götürüldükdə heç biri bizim peyğəmbərimizə çata bilməz. Məsələn, Yusif əleyhissalam üçün Allah heç vaxt deməz ki, özündən heç nə demir, hər nə desə Allahın sözünü deyir. Bu sözü Allah heç vaxt Həzrəti Yusif üçün deməz. Niyə? Çünki o zindanda olanda həmən o adamın ki, yuxusun yozdu, dedi, sən gedəcəksən, şərab süzməyə başlayacaqsan və orada bir ifadə işlətdi. Dedi, vəzkurni ində rəbbik, şahın yanında məni yada sal. Denən, mən günahsız düşmüşəm. Bu ifadə ki, onun ağzından çıxdı, Allahın xoşuna gəlmədi və onu 7 il artıq zindanda saxladı. Demək, Allah heç vaxt Həzrəti Yusuf üçün deməz ki, o özündən heç nə demir. Hər nə desə Allahın sözünü deyir. Həmçinin Həzrəti Yunus və zənnuni zəhəbə müqadibən fədənnə əllən nəqdir əleyh fənadə fizzulmatı la ilahə illa ən subhanəkə inni kuntu minəz-zalimin. Qəzəbli formada üzü gəmiyə tərəf getdi. Allah da buyurur ki, elə bildi biz onu cəzalandırmayacaq, qarğış elədi öz qövminə. Allahın istəmədiyi, Allahın xoşuna. Düzdür, Həzrəti Yunusə zülm eləmişlər və qarğış eləməyə haqqı var idi. Yenə də Allahın istəmədiyi bir şey yerinə yetirdi. Allah da onu balığın qarnında saxladı, ta ki sonda bir zikrə görə onun tövbəsi qəbul olundu. İndi rıza və qəzəb mövzusunda ən kamil nöqtəyə çatmış insan İslam Peyğəmbəri sallallahu aleyhi və səlləmdir. Dedik ki, 3 mərhələ var. Naqis insan, nəfsinə görə. Tam insan, ağlın razılığı və kamil insan, Allahın razılığı ilə razılaşıb, qəzəbi ilə qəzəblənən. İndi əzizlər, yenə də insanın keçdiyi mərhələləri yada salırıq. Naqis insan öz nəfsinin razılığı ilə razılaşıb, qəzəbi ilə qəzəblənən. Tam insan ağlının razılığı ilə razı qalıb, qəzəbi ilə qəzəblənən. Kamil insan kimdir? Odur ki, yalnız və yalnız Rəbbinin razı olduğu şeyə razıdır və Rəbbinin qəzəbli olduğu şeyə qəzəblidir. Və dedik ki, bu məqamda bütün peyğəmbərlər var, lakin nisbət fərqləri var arasında ki, heç biri bu mövzuda İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm kimi olmayıb. Quranda da mütəal Allah onun canına and içir, bizim peyğəmbərimizin. Heç bir peyğəmbərin canına and içməyib və ya sənin əzəmətli əxlaqın var ifadəsini işlədir. Heç bir şəxs üçün bu sözü
bu ifadəni işlətməyib. Yaxşı, bəs başqa bir məqam da varmı? Bundan da yuxarı bir məqam olsun. Yəni Allahın razılığı ilə razılaşıb, qəzəbi ilə qəzəblənmək ki, bütün peyğəmbərlər buna çalışıb. Bütün ən müqəddəs varlıqlar buna çalışıblar ki, Allahın razılığı ilə razı qalıb, qəzəbi ilə qəzəblənsin. Bəs bundan da üstün bir məqam varmı? Baxın, hədisi başa düşmək burada lazım olur artıq. Ona görə əvvəldə müqəddimələrdə o hədisləri qoydum. O ravilər ki, Buxarilər ki, Müslimlər ki, kitablarında yazıblar, Peyğəmbər xanım Fatimə-i Zəhraya buyurdu, Allah sənin razılığınla razı qalır, qəzəbinlə qəzəblənir, yazıblar. Amma başa düşməyiblər ki, bu böyük məqam, ən böyük məqam budur. Allah kiminsə razılığı ilə razı. 4-cü babudur. Allah kiminsə razılığı ilə razı qalıb, Allah kiminsə qəzəbi ilə qəzəblənmək. Təsəvvür edirsiniz, xanım Fatimə Zəhra salamullahi əleyha elə bir əzəmətli ulya məqamdır ki, Xudavənd mütəal deyir ki, Peyğəmbər buyurur ki, Allah təbarəkə və teala sənin razılığınla razı qalır, qəzəbinlə qəzəblənir. Görün, nə əzəmətdə bir məqamdır. Qiyamət günü bu sözü deyəcək xanım Fatimə Zəhraya, istədiyini şəfaət et, ləki indi yarrada, mənim bugün bütün razılığım səndədir. Mütəal Allah bizi xanım Fatimə Zəhra salamullahi əleyhanı gözəl tanıyanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.